Sən geri evdə giyməyə nəsə gətirərsən. Nə bir, hə, buradan Sevdadan geyinirəm şöyle şey. Giyin, hə. Sevda, o balaca əski üskülər var ya, əldə ayaqda istifadə. Onları qoydum hamama. Vedrənin içine atmışam. Bunu verirəm. Bunu da at hamamın içine vedrədə. Vedrəyə hamamın içine idi. Hə, vedrə hamamın içində. Sən niyə yeni bir dəyişmədin? Nə bileyim, heç gətirməmişəm axı. Burada var daha, aydayla bir şey geldi. Eşitdim lazım əlimizə, gətirməmişəm. Get yox, qonşuda kimdəsə olur. Quran haqqı gələ. Aysuna gələ zəyvuran bir də Müsailə mənə dəst göndərsin. Badem şərabla dolu, sinem soğanla dolu. Zibil kabı var burada. Rahmanirrahim. Zibil kabımız var. Saçım yağışdı da, yağış dəydi. Düşdüm markete falan. Saçımı yuyub kulatka eləyib gəlmişəm. Yağış oldu. Sinem suala dolu. İki tane yetimler oturup o ana koyarı qabağına. Elə nasıl oturmuşu yemeği gösterir. Yani sesle kalmadı be. Nərmin, sən bunu eşitməliydin. O mənim üzümə deyə bilməz. Mənim ancaq arxamca danışa bilər. Deyəcək özvə də deyim. Bütçə dəqiqə. Bircə dəqiqə özünü çatdırırsan, bir rol. Ad boy ver. Yox, atın. Badem şərabla dolu, sinem suala dolu. Üçün yasta açır. Şimdi olur ya. Yəni, görə deyil, yox. Başlayayım. Bir onu qaynatma səslədən olur. Belə yiyeyim. Ne edəyəm sən? Hissə də belə mələk burada yenə yiyəcək. Burada nə var çüküyə? Kızlar gözləyin gedirik sizlə bərabər qonaq otağına. Çayın altını yandırdım. Ne içirsiniz? Fanta, kola, amma orada ayran almışam. Ne edirsiniz? Ayran yaxşıdır. Gəlin ayran içəyin. Sevda, mənə bir də köynək ver də, nə olar? Bu kimin qabağı çıxdı, kiçik yazdı. Ayrandan belə sağlar gör. Mələk, yer bu tanım, Mələk. Niye ben normal söz danışmışam al. Kapanın şöyle. Bak. Bir Sağ başına olun, bağlı. Səhnemdə Sigaret deyil, ürəyim püffafdır. Sigareti özdə püffaf. Bilirsiniz də, masazır vaxtı ilə biraz belə suluq yerlər olub deyənə yay qış boşqabda yandırmaq məcburiyyətindəyik.
Bunun çocukları yakın. 100 ton sigaret var. Telefon altında. Son bir gösterim. Bezdirdiler ha. Ölçəkdə. Ay Allahu Ekber ha. Ustadan qalıb da denən. Denən ustadan qalıb da. Mama. Biri sən, biri sən. Sağ olsun ben. Ayda. Xiyar yenə acıdır. Niyə mən yedim axı? Tez olur, yeni ustalar gəlir, ayıbdır, gözləməsinlər əkdir. Bu qaldı. Bir də kravat qaldı. Deyir yağış yağır, çiyələyin qiyməti qalxır. Çiyələyimi dirasın göndərsin. 2 gündən sonra havalar düzələcək. Mən ağac əkəcəm. Ay xanım, siqaret tütüsü deyil. Deyirəm ki, başa düşürsən püffaf yanır. Qolğa bağla. Öz işinlə məşğul ol da. Yox, sən onlara niyə elə şey eləyirsən ki, göstərirsən daskan halinə? Deyir, stolun üstündə qutu var idi. Sən nə evə lazımdır? Ağzımda deyirəm ki, biz yeyib dururuq, indi evə ustalar gəlir. Mən ağac əkəcəkdim. Qədir ağacı. Bir dənə qəşəngdir. Qədir ağacı. Qədir. Gəlirlər indi bura. Bu arada bura gələn o servisi də sizə təqdim edəcəm. Evinizdə qırılan, canlıdan tapır, axşam dedilər mənə. Təsəvvür elə bir dənə servisdir. Çağırırsan, evində xırdadan tutmuş böyüyə qədər nəyin qırılmayıbsa, hamısını gəlibsə təmir edib yerində çıxıb gedirlər. 166 kilo. Yox. Tamam başqa şirkətdir. Təmizlik tapmalı ama. Təmizlik şirkəti yox. Təmizlik şirkəti tapdım. Deyir, bir gün qalmışdı Nərmin xan. Düz deyir. Sezondur indi, hamı evin eşiyini tökür eləyir. Yox, mən reklam eləyəsin, mən təmizlik eləyərəm. Deyərsən evlərə gedir, 50 manat. Neçə otaq təmizləyirsən? 5 otaq 50 manat təmizləyirsən. Sonra döndüm mamamın gününə. Yox, Mama ama- elə idi. Çox ucuz deyirsən. Mama elə idi. İş iş olsun işləyim. Mebel ustası deyil, ümumi ustadır ürəyim. Canlıda düzəldəcəklər elə. Açacam canlında sizə. Super. Yox. Bacım kirayə kötü. Şalvarda ucu baxırdın gözün aydın. Harası? Elə vurduğun yer. Yox, çörək gedəsin. Çayın altını söndürdüm abi. Vallahi 1 gram da etmə deyil ki. Andolsun. 1 gram da. Bu deyənlərlə elə oldu. Taryakamız yoxdur.
Tarelkamız yoxdur. Tarelkamız yoxdur. Tarelkamız yoxdur. İnaya. Çekişe gelir ha. Aha. Nasıl diyeyim? Öyle gelmiyor. Kızıma gözlerim. Hə. Ne olardı düzelderdin o termomen yığardım da eşyalarımı. Düzəldə bilməliyik. Ustalar yuxarı qalxsın, onlar düzəltsin sonra. O. Nabrana gedirsə inşallah. Tabii ayın 3-ü. Bəli, Nabran Atlant İstirahət Mərkəzi Otel Restoranın ayın 13-ü, iyunun 13-ü. Çox böyük açılışı olacaq. Ramil Nabran falan qonağımızdır. Hər birinizi gözləyirəm. Nə? Yox. Getməmişəm. Qızlar, gözlüyüm bir də ayrıdan açım bağlayayım. Bir saniyə. Altına mən yığa bilərəm. Heç yaxşı maşın Sandıqın deyil. altına nə çıxılar yığacaq. Malibu 4 göz, eyni maşındır. Uzundur. Elə bir gedirsən arxanda da nəsə gəlir, türkün məsələ. Mən 400-dən görə yoruluram. Hə. Sən yaşına döktürsən. Yekədir də, Malibu da yekədir. Ben nə deyirəm? Qadına Malibu da yekədir. Sevda, Qadın Chevrolet yanaşır. Malibu sənin ən sevdiyin maşındır. Prosta məcburən götürdüm. Dedim nə maşın var, tez verin mənə. Tez verin mənə. Güzel alırlar. Aynen. Bir qapı niyə düzəltmədin? Saçımda nə qədər şey var? 150 qram. Pisdir. Yağış yağıb belədir. Çimib gəlib Yoxdur, saçımı Matı, yoxdur burada, fenləmişəm. Matı. Skoso bir evdə qaldı. Mən Sumqayıtdan rent-a-kardan götürmüşəm. Hə, düzələnə qədər də axtarışdadır nömrəm, tapılsın. Nərmin, Ay quzu tapılsa da xaşildi bir dəqiqə. o başda düşmüşəm, yavaşda yağar. Bir dəqiqə xaşildi onun ömrə. Səhv Köfdən boydu. Yaxşının altında nə gəlirəm, gəz-gəzə. Sən nə girdin içəri? Su. Özümün hamamdan çıxmışdım. Salam, salam. Gəlirsiniz servis xidməti. Özdə hamamdan da çıxıb onun başına su dəyirəm. Onda sən nə pis olur. Deyir. O cür nə yoxlatqa elə işığım getdi, makyaj eləmişəm. Necə gözəl. Salam, salam. O qızın səsi sizə oxşayır. Bacımdır da. Onu deyirəm axı, baxdım saat 6-dır. Dedim ayala, mən damafonu vurum, necə vurum mamamı durğuzum. Yığmışam beləmi mama. Qapının ağzındayım, qapını açarsan. Belə açıram. Nə deyərdi yox. Allah, oturub xunada məndən söhbət edir. Gedib kombin xodum qış rejim, yay rejiminə keçmişik axı. Qış rejiminə qoyub ki, getdim. Gəldi gördü xunada nətər var, elə də yatmışam. Getdim, ağız üstə yıxıldım Minnurun yanına. Silmədim buradan girəndən sonra. Yox. Mən içinmədim. O vəziyyətdə də o sarafatları, ipli sarafandan da elə də yatdım. Durdum sərsər. Hamama gedirəm, loğa-loğa gördüm su yoxdur. Yox, Minnur gəlib belli mama su kəsiləndə krantdan qəribə səs gəlir axı. Minnur belli mama krant açıram, krant mənə nəsə səs deyir. Gəl deyir mama, mən o krant mənə deyir, nə demək istəyir o krant? Ölmüşəm gülməkdən. Axırı dedim ki, nə olub, nə məsələdir də. Dedi ki, həyətdə qazıntı işləri gedir, su saat 2-də gələcək. 2 oldu 3, 3 oldu 4-də işləmiş. Su. Qaldı bütün işlərim. Dünən axşam çox rahat yatmışdım. Yorğunum. O çıxılı uşaqlar olar, məktəbi gözləyir. Məktəbə paltar alırlar, səhər-səhər gözləyirlər, səhər açılsın. Səhəri tez gözləyirlər, paltarların geyinib getsinlər məktəbə. Yox, çiyələyi almamışam. Xeyr ola, çiyələyi mən niyə almalıyam ki? Mən maşinik oxşuyuram. Əlhəmdülillah. Üzrlər, deyiləm. Hə, görürsən sən.
alça, səbət, xunça bağlatdıracam. Özdə promojet masajları ora göndərəcəm. Biliyor eləmir. Hə, nə bilim, Elnarə bilər. Ondan Təbriz nemətlərini çalır. Dünən ay qız deyir, bəs dedin. Hələ elə bir şey, ikinci dəfə təkrar atmayayım da o sözü. Niyə mən tez-tez burada ağlamağımı deyim sizə? Eşidirsən? Bu gün ayın 29-udur. Dünənki axşamki zalımda danışdıq. Все. Nərmin, apterkanı ver, uşağın şkafını bağlayın. Tez ol. Vinəqredin gibi boşasıydı. Allaha and olsun. Kulok var ya, ağ kulok. İçində belə nə bilim nələrsə var. Soxdum onun içinə. Nələrsə. Az daha usta gelirdi. 2 dəqiqə sabırlı bağlasın da. Bax belə bir şey idi. Belə atverka, o tortu nə tortudur? Alo. Sən skandalizə tort da yeməzsən. Verin də biraz da yiyeyim. Diyor, inansan. Görüşə nə qədər ağlamışam. Gözümün altı çöküb. Dəyməyim mən xətrimə. Allaha and olsun. Dəymə düşər olmuşam. Nə deyirlər, gözümdən yaş gəlir. Al. Bütün ağlayarsan. Yalan da deyirdin, artistin böyüyü də olur. Görmürsə de gözümün altında. Onun gözünün altında ne var? Çox ayıb olsun az. Ağlaya-ağlaya yığmadım səni, bacı, pisəm. Bilirsən niyə pisəm mən? Hansı ağlaya-ağlaya deyim, hansını deyim? O qədər ağlaya-ağlaya yığmısan ki mən. Ağlamaqlar farklı olur da abla. İğrənləm ikisindən də. Qurana and olsun. O birini vapşın boğaram belə. Deyərlər sən suyun ondadır. Al bir qurtum iç sağalassan. Nifrət eləyirəm onu. Doğru. Qurana and olsun hər ikisinə də. O bəri yandakına vapşın nifrət eləyirəm. Allaha məndən Pis ki. Sevmirəm. Heç birini sevmirəm. Bu nə? Qəşəngdir. Super tortdur. Xonsadır bu da. Deyirsən karot səhərə kimi ağlayıbsan. Hə. Amma altı işləmiş mənə yığanda ağlamırdım. Yaxşı da. Ondan sonra ağlayıbsan. Hə. Məndən sonra ağlayıb. Ağırlığını mənim üstünə tökməyim. Dedim ki, sən görməyəsən mənim ağlamağımı. Dost var, düşmən var, sevinərsən. Sevinərsən özlərsən. Nə məndə lüsüyə ətirlər alarsan. Nə alaram səndən? Yətər qucaqlayıb. Onun bir də kommentlərini oxu, şoka düşərsən. İşləyir də. Qızı ama çox istəyirəm. Qız həm adaşımdır, həm də çox əziyyət çəkən qızdır. Nərmin. Tanıyırsan real həyatda. Yox. Prosta çox istəyirəm. Əziyyət çəkir də, çəkilişlər zətlər eləyir bizi kimi. Rəvan Qarayevin ailə qurduğu xanım o qədər ləzzət eləyib mənə. Nə deyir ki? Ha? Nə yazır? Hə, mənim sevdiyim ətir Prada. Pamadam Elza'dan. Qəşəngdir. Çox sağ olun, necəsiz? Mən də istəyirəm Culas. 7 manat 99 qəpik ürəyim. Bütün marketlərdə, hiperlərdə də var. Meyvə, tərəvəz, avaşnoy, salyariya gedirsiniz təbii ki. O mənim xobbimdir.
Qurtardı iş yox, qurtarmayıb. Yediklərimizi yığışdırmağa gəlmişik bura. Gəlmişik, ustaya gör necə olur qalmışıq. Şaş elə indicələn ustaya da bunları düzəltdirib gedərdiniz. Prosta dedim, əllik deyil ona görə. Belə də kombi üstü şey. Aristiyun ustası nə bilsin, nədir bu? Prada neçə qoxu? Prada qırmızı. Həyət evidir, yox. Bina evi. Dir pərdə istəmirəm. Sən, ay Yegiş, xoş gəldin. Sənlə necə əlaqə saxlayım? Bəli. Mama qaranı ver də mənə, nə olarmış? Qara pərdələr. Kirayə. Yaxşı da bildim Mələk. Yaxşı, siz necəsiz? Hə, kifayət qalavracaq pərdələri. Birazı çağıracam, vuracam. Aslında dünənlər özün gəldi göstərməyə. Qınamasaydım Atsalının qabağında oturun, Əlminlə bərabər oturacaq. Oturmuşdu da. Sər-sər açmışdı da, əməlli başlı da görünürdü. Neyinlə axı? Mənə lazım da deyil axı heç. Neyinlə? Ver mən taxım pərdələri. Düzdür, həyatda ən nifrət elədiyim şeydir 50 pərdə. gün sonra. Pərdə asmaq. Mən pərdə asım, siz də stolu yığışdırın. Ya mən stolu yığım, Yo, mən buranı tutarım, mən. Bunlar hamısı çıxır buradan. Burası silindir, tərtəmiz qalır. Azbara usta gəlir. Gəlsin də. Və nəyini sinirsən? silmə. Soramayacağım. Xəstəsən, qoy bir usta gəlsin, getsin də. Mən məsələyə getməliyəm. Hasan. Bazar gün gedərik də. Bazar günü yox, axı pul mənə birinci gün gələcək. Hə, birinci gün gedərik. Hasan getməlidir sədrəyə. Üzümü ütü almalıyam. Xəstə də elə bildim indi deyirik sədrəyə gedərik. Havalanmışdım, deyəcəkdim 7-yə işləyir o 2 dəqiqə. Yox, yerləşim sonra. Hələ Binəqəddə ki, evi təhvil verməliyəm. Ora mən nədir? Aynen bilmiyorum. O qapının içini çıxardacaq da, hə, dilini çıxardacaq. Hə, 4-5 manatdır. 4-5 manatdır. Bir də onu deyim alsın, getirsin, dəyişsin. Onu mən mütləq bağlayacağım. Aç, nə kimi? Aslında mən şey gəlmişdi, maska. Hə. Fırmamışdım. Nə dedim? Qadınam da, daha düzmüşəm, günün güzəldir. Hə. Görəm biri yoxdur. Sonra simli kusun ətiri gəlmişdi mənə, yenə də yoxdur biri. Hanı? Bunun oğlum, Üzünü bilmədim. dedim. Şey eləmə. Adam mümkündür, eləmə də söyləyəm. De Quran haqqı. Birinin yumuşa As, vermədi. telefon kabrosunda tort var. Yetim. Hələ mənə bax. Ha, nə olub? Aa. Su, oturmaya var. Oturmağa gəlməmsiz bura. Hı, başladı yenə. Sevda usta gəlməyincə olmayacaq. Mən bəlkə bura belə qalsın, tortu içində qalsın. Nəyi, hara yığacaqsan ki? Bunları çıxardıb səvqəliyə salladım. Arzu səndən danışdı. Nə danışdı Nani? Nə danışdı? Usta gələnə qədər bura tutar. Mələk, biraz əlbi tez tut. Nə qədər manqal üstü yedim? 4 dənəsi yedim, 5 dənəsi. Desən, rahat 4 dənəsi yedim. Mən 10 dənə almışdım. Sən neçə yedin? Xahiş edirəm. Bundan sonra tükələrimi sar. Çox xahiş edirəm xanım. Təriflədi səni. Çox gözəl tatlısın. Ay, təşəkkür edirəm. Təşəkkür edirəm. Çox təşəkkür edirəm. Dedi, həyatda daha gözəldir. Doğrudan İsmail'la da görüşmüşük, düz deyir. Bir fəhliyə iş görməmiş yemək verəndə fəhli işdən bunu bilsən. Bir fəhlənin alnının təri qurumayana qədər fəhlənin haqqı verilməli deyil. Bəs ona nə deyirsən? Deyirsən şordan vururam, oradan vururam. Deyirsən ətdən vururam. Apar ödə. Belə gəldi. Apar ödə. Geçər sana az. Nə qədər darlığın əmin.
Sağ ol, ne az bunun ürəyi getdi. Nətər? Getdi də. Niyə? Aylığa bax ürəyi. Qələt edir. Sevda, bu qolbaqla sepindi. Hə? İkisinin bir yerdə. Yox, yox. Təşkilə sepdir. Təşkilənin sepi ödəyirsən. Qolbaq 400-dür. 400-ü iki dəfə ver, bağla. O nəyin bölsən, o sağ oturacaqdı vaynoy. Neysə. Ay Allah, ürəyim sıxıldı. Nə qədər deyə o? Çoxdur, Birinci ay 272 manat. İkinci ay 261 manat. Üçüncü ay 251 manat. Dördüncü ay Qoy pul 240 manat. götürübsən. Qızılımı qoymuşam. 1, 2, 3, 4, 5-ci ay 230 manat. 6-cı ay 199 manat. Üf, ürəyim sıxıldı. Yediyimi burnumdan gətirdi. Kim az? Sən. Niyə də mən niyə? Niyə də, nə niyə? Ay təzgim qalxdı. Kifayət gəl tez ol. Gəlim neyniyir? Tez ol gəl çübelimi sıx. Belə buramı sıx. Mən canlıda Görmürsən canlıda. Gəl buramı sıx. Belə nətər gəlim? Heç elə gəl, biraz da canlı qalxsın. Tez ol gəl. Yazıb şüvən. Biri yazıb şüvən. Sıx. Davleniyam qalxdı. Davleniyam qalxdı kifayət. Vəsiyyət elə. Vəsiyyət edirəm. Get. Elanın nömrəsiz. Şəxsi mülk olmadan bankın maşınının sənə Qalanını vəsiyyət edir. ödəyərəm, ev yox. Birinci ay 272 manat nə idi? Yaxşı, bunu da mən vəsiyyət elə get. Hansını? Nə qədər pul götürmüsən? 1400 manat. Sən ölməlisən. Sən sustur qal. Hə, ölməlidir. Ürəyim. Sən bu stol kimi Ölməli yox, öldürülməlidir o. Epilepsiya. Öldürülməlidir o. Onu var ha, başını kəsmək Ay lazım. qız, dünəndən hamıya stol danışıram. Mən deyirəm stol ağır epilepsiya xəstəsi. O özünə qoyulur. Yazıb o bilə, o nə səslərdir çıxır. İnan Allah, o səsin nə olduğunu bilmədim mən. Salam, Cünka, necəsiz? Bir nəlmiyim, bir də mən düzələn deyiləm balam. Hə, sevdim. Hə, sevdim. Hə, sevdim. Qızlar, mənə bir dənə it atında. Popuşum belə eləyir. Ayda yazıb 1400 manat nə puldur ki? Oy bunu. Nə yazsın axıda nə olur? Düşün mənim başıma ay qız. Mənim kartımı yaz. Yetim uşağım, epilepsiya xəstəliyim. Bu nədir bura qoymuşsunuz? Bu qızıldır. Bu bura niyə? Baş satıldı. Nərmi? Hə, qabları yuyanda əzilirik. Ala, balam. Aşkım mikronovkanın üstünə qoy. O deyə ora qoy. Bana oturlanıb gedəcək. Yo, deyə bax, televizorun üstünə qoy, götürürəm. Bir yerə gedir. O birisi min yerə gedir. Xahiş edirəm, yedir. Seyid, o divanı da neyniyək? Deyə götür çıxartsın Çıxartmayacaq. Nəyə? divanı. Ya elə belədir də boş şeydir o nərmi. Nə oturlasıdır, nə də yatılası. Qalıb da, vitçum var da. Heç götürməyəcək onu. Götürərsə, kifayət demiş. Götürsə də deyəcək ki, şeydir. Mən onu hara qoyum? Ay yox, götürməyəcək. Nərmi, yavaş ol, ayağında qaynatacaq. Hələ indi dedim mən. O qaynar da heç çox soyuyur. Kim köçür bacım? Kamalə xanım. Nigulya xanım. Ne gülləsən sən, deyil mi? Hə, Kamaləmin olduğunu üçün. Bu ağzıma da bir də maska taxım. Gör səni çəkməyə gəlmişəm. Annem ustalara yığıram, valla. Yığıram.
Yok, kirayedir. Vazikeç. Paltaryan yudu yaxşı. Nə bilim, yuyur da. Yaxşı yuyur. Suşulka. Divara vurursan etmə. Paltar. Paltar da basmağa. Mayka. Balaca iç geyimlərindən. Teşekkürler, bay Beşir. Mama kendime şeyler tutuyor burada. Hara vurursun bunu? Halaya. Teşekkürler, çok sağ olun. Bizdən hara qoy, akaron qoy dünənləri mən qladirovka yırtdım ha. Ha, ora. Hə, qladovkada, ora yaxşı. Və sarı qoyacaqsınız. Melek. Ne atıram? Benim sana yoksa yiyeyim. Ne için? Ay boş mən bir də su bir şey verdi oradan, paket kuluk. Paket blok. Hə. Qladovkaya qoy, Sevda. Ora yaxşıdır elə. Vallahi yaxşı çox bina evlərində o Gedər qladovka. bu. Hə, adamın evini xoş tutur. Əcəb evdə ayaqqabı çakmağı unutmuşdum. Yenə də girib evdə çaldacam. Ayakkabıları yıka. Onlar belə ayaq. Çək buranı tutaraq buranı. Gel bu tarafa gel. Çək ona oturma bir də üstünü silək. Oranı tutaraq səni gəlir. Bir de stol eskisi hansıdır Nərmin? Heç biri. Bir ver mənə nəsə. Hamamda vedirən içində. De o ağ nədir? Aa, yox, var idi. Hamamda vedirən içində. Pərdələrin hamısı yuyuldu, bitdi. Döşün. Hizmetinden özüm atmışam, Reyim. Biz özümüz için koymuşum. Uçmuştum hamısı moykan çünkü bir dəfəlik kuleka yığarım. Teşekkür edersiniz. Yaşı çoğun neymiş, aman Allah, bu kız neymiş. Sevilenler başka şeymiş, ne bilecek, çok etmek. Sevilenler başka şeymiş, ne bilecek, çok etmek. Çörəyin qırıntılarına bax. Size ne kadar pahalılığınızı çəkirlər. Halaldır sevgili bacıya. Çox istəyirsən, sən də bacın olur. Mənim paltım olarsan. Sizə hədiyyə atmaq da qorxuludur. Niyə? Başa düşmədim. Ne diyor? Niyə səbəb? O nə deməkdir? Ne diyor? Sizə bir hədiyyə atmaq da qorxuludur. Niyə? Hə, 100% keçib direktə yazılar ki, ona niyə hədiyyə atdın? Hə? Keçən həftə 140k atmışdılar mənim üstümə.
Daha doğrusu da oyun oynamışdım. Girib yazığa yazmışlar ki, ona niyə hədiyyə atırsan? Ona hədiyyə düşmür. Küsən başla. Enerji sürmürəm. Şəhərin mərkəzində yaşamıram, bədbəxt. Dəstəkçidir da, indi atıb. Maraqlı deyil mənə, sənin ərin bilir görəsən o dəstəkçiyə yazırsan. Girib yazmışlar ki, sən ona niyə hədiyyə atırsan, nə qədər gülmüşəm. Allah haqqı. Niyə ki, başa düşmədim, bay 500, nə əlaqə, zəhmət olmazsa? Crop deyil, bodydir. Gətirmirsən orada qapşampunu? Yox. Biz qapşampunu almaya gün altına gətirsən. Rəngi üçün sizə oxşuyur. Çox sağ ol. Arzum səni tərifləyirdi. Təşəkkürlər, sağ olun. Günayım. Günay, sən yazmırlar ki, direktə Nərminə nöş hədiyyə atdın. Ay Günay, yazmırlar ki, sənə. İşləri gücləri yoxdur, küssün başınıza. Durub məni güdürlər, mənim dəstəkçilərimə yazırlar. Hələ yazmayıblar, yazacaqlar bacı sərdə, darıtma. Silirsən? Şişim eləyirəm, hara sərrəm bilinmir. Suşulka hardadır? İnsan, nədir? Bundan da suyu da azaltmaq lazımdır. Yox, hala qurban, elə pəncərə çox açılmasın. Sən pəncərənin qabağına yırma onları. Ora pərdə asılacaq. Qalacaq pərdənin arxasında. Otağa çıkırsan bak balam. Atıram, sən olanda, axşam olanda baxacağam. Sən olmazsan. Tamam. Otağın içində edirəm. Tamam, yaxşı. Nə istəyirsən elə. Hökümət qazı yox, yox, həyatım yoxdur. Var ya, burada şeydir, kombidir. Qızlar, mən bir də yayını bağlayım. 2 dəqiqə açıram. Bir də zəng eləməsi adam var. Ona zəng vurum, gəlirəm yenə. Yaxşı, yığıram. Yığıram nə idi? Açıram canım. Başım getdi, yaz Quran haqqı.